Prokrastinasiya müasir insanda daha ciddi problemlərindən birinə çevrilməkdədir. Sadə dildə desək, prokrastinasiya bugünün işini sabaha saxlamağa meyillilikdir. Çox zaman prokrastinasiya tənbəlliklə səhv salınır, lakin bunlar fərqli anlayışlardır. Tənbəl insan bir işi görməkdən imtina etdikdə həqiqətən də onun vacibliyinə inanmır. Prokrastinatorlar isə işin önəmini dərk eləyir, öz məsuliyyətini anlayırlar, lakin işini müxtəlif səbəblərdən təxirə salırlar və onlarda günah, utanc hissi duyulur. Bəs bu davranışın səbəbləri nədir? Əsas səbəblərindən biri o sayılır ki, tapşırıq dumanlı qalır insan üçün. İnsan bilmir nə edəcəyini. Daha sonra səbəblərdən biri isə tapşırıq ona xoş gəlmir. Yəni neqativ emosiyanı yaşayır. Deməli, prokrastinasiya tapşırıqdan yaranmış neqativ emosiyanı ani həzlə əvəz etməklə bədənin cavab reaksiyasıdır. Deməli, prokrastinasiya daha çox gələcək haqqında fikirləri qeyri-müəyyən olan insanlara, az motivasiyalı insanlar və konkret məqsədləri olmayan insanlara aid bir problemdir. Bununla necə mübarizə apara bilərik? İlk öncə seyləri bölmək lazımdır. Yükü bərabər şəkildə planlamaq lazımdır ki, gərginliyə düşməmək üçün. Daha sonra motivasiya edici texnikalardan istifadə etmək lazımdır. Misal üçün, mən bu işi gördükdən sonra hansı məqsədimə çatacağam, bunu düşünmək lazımdır. Daha sonra işinin planlamasını öyrənmək lazımdır. Time management'ı öyrənmək olar. Və burada kiçik bir texnikanı misal gətirmək istəyirəm. Mən bunu etməliyəm düşüncəsini, fikrini, mən bunu seçirəm fikrinə dəyişmək lazımdır. Çünki müsbət formalaşdırılmış tapşırıq həmişə kömək edir.